Öz aramızda verilişinin aparıcısı, tamaşaçıların səmimiyyəti və sadə ünsiyyəti ilə sevdiyi Zaur Baxşəliyevin ailəsində ağır itki baş verir. Ataya Azın verdiyi məlumata əsasən, bugün səhər saatlarında aparıcının dayısı dünyasını dəyişib. Bu kədərli xəbər ailə üzvləri ilə yanaşı, Zaur Baxşəliyevi yaxından tanıyanları, onu ekranlardan sevən tamaşaçıları da dərindən sarsıdı. Yaxın bir insanın itkisi hər kəs üçün çox ağırdır və bu cür anlar insanın həyatında silinməz izlər buraxır. Zaur Baxşəliyev uzun illərdir televiziya sahəsində fəaliyyəti, ailə dəyərlərinə verdiyi önəm və səmimi davranışı ilə seçilən aparıcılardandır. Belə çətin bir gündə onun yaşadığı ağrını anlamaq və bu kədərə hörmətlə yanaşmaq hər birimizin borcudur. Mərhumun ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allahdan səbr və güc diləyirik. Allah rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun. Öz fikrimcə, bu kimi xəbərlər bizə həyatın faniliyini, zamanın nə qədər sürətlə keçdiyini bir daha xatırladır. İnsan bəzən gündəlik qayğıların içində bu həqiqəti unudur, lakin belə itkilər hamımızı bir anlıq dayandırıb düşünməyə vadar edir. Tanınmış şəxs olmasından asılı olmayaraq, itki qarşısında hər kəs eyni acını yaşayır. Bu səbəbdən də cəmiyyət olaraq empati göstərmək, anlayışlı olmaq və kədər içində olan insanlara mənəvi dəstək vermək çox vacibdir. Çətin günlərdə bir-birimizin yanında olmaq həm insanlıq, həm də vicdan məsələsidir. Bu kədərli xəbər fonunda bir məqamı da xüsusi vurğulamaq istərdim. Biz adətən tanınmış insanları yalnız ekran qarşısında, gülümsəyən və pozitiv obrazda görürük. Lakin onların da hər kəs kimi ailəsi, yaxınları, sevdikləri var və həyatın ən ağır sınaqları onlardan da yan keçmir. Belə məqamlarda sosial şəbəkələrdə və ictimai müstəvidə daha diqqətli, daha həssas davranmaq çox vacibdir. Bəzən yazılan bir cümlə, edilən bir dua və ya göstərilən kiçik bir anlayış belə böyük mənəvi dayaq ola bilər. Məncə, bu cür itkilər bizə yalnız kədəri deyil, həm də dəyərlərimizi xatırlatmalıdır. Sağ ikən sevdiklərimizin qədrini bilmək, onlara vaxt ayırmaq, xoş söz demək və dəstək olmaq ən böyük insanlıq göstəricisidir. Çünki həyat çox qısadır və sabahın nə gətirəcəyini heç kim bilmir.